Əgər bir insana deyirsinizsə, gəl gedək psixoloqa və yaxud da mən getdim, səni də get, xeyir olsun. Həmin insan avtomatik müdafiə mexanizminə keçir. Məndə heç nə yoxdur, mən xəstə deyiləm, mən sağlamam, məndə problem yoxdur. Sən get və yaxud da ki, sən getdin, nəyi həll etdin ki, görə normal oldun, görə yaxşısan ki, daha da betər oldun, daha da pis oldun. Demək, bu manipulyasiyanın altında nə yatır? Burada birinci, bu sözləri istifadə edən insan diaqnozu düz bu seanslar müddətindən qoyulur. Artıq bu deyilirsə, avtomatik bir %50% diaqnoz qoyulur ki, bu insan ön yarğılı, narsistik şəxsiyyətdir. Öz problemini görməmək üçün və bu problem %90'dır deyə problemin olmadığını sübut etmeye çalışır. Aslında bu cür bu insanlar daha çok problem yaradanlardır, problemi daha çok olanlardır ve bastıranlardır. Ve bunu bastırmakla hayatı devam edeceğini düşünülür ve bu hədd gəlir şizofrenik, psixopatoloji, psixiatrik insanları yani artıq baş verən cinayətlər, hadisələr biz çünki insan belə oldu, belə yox. O vəziyyətə çatdırılır həyat və bastırılan problemlərin və sonucu budur. Problemin vaxtında üzərinə düşməyəndə insanın yəni o həddə çatır, o vəziyyətə çatır, özünü idarə edə bilmir, düşüncələrini idarə edə bilmir və problemi artıq ciddi şəkildə kimisə öldürərək, kimisə başını kəsərək, kimisə qətlə yetirərək, kimisə ziyan vuraraq həyata keçirir. Demək, insan bu problemləri gizlədərək əslində probleminin daha çox olduğunu demək istəyir. Mənə kömək edin demək istəyir. Sadəcə bunu yumuşaq yoldan etmək lazımdır. Əgər həqiqətən də sən ona kömək etmək istəyirsənsə və istək olmalıdır, güvən olmalıdır, çıxış yolu olmalıdır. Bir də səndə nə dəyişdi ki deyilirsə, birincisi həmin müddət ərzində, terapiya müddət ərzində insanın şuuraltısı görür, dəyişiklik olduğunu sadəcə məntiqli başa düşə bilmir. Çünki insanın davranışı dəyişir terapiyada olan insanın. Artıq onunla əvvəl qurduğu münasibətlərin fərqli yönə addım atılır və bunlar dəyişmədir. Bunlar məsələn ər-arvad arasında olursa münasibət, artıq başqa bir proqram yazıldığına görə iki insan bir-birinə uyuşa bilmir. Yəni fərqli yollara gedilir. Yəni məsələn qurban rolunda olan qadın artıq qurbandan çıxan kimi kişi qurban tapa bilmir, düzdürmü? Ona görə daha çox yüklənir ki, sən artıq mənim kontrolundan çıxdın, qurban olmaqdan, əzilməkdən, əzik olmaqdan, səni əzməyimdən çıxmısan. Səndə nə dəyişib ki? Sən daha da betər oldun. Yəni bir insan qurban rolunda olaraq sən onu qurban edərək öz həyatına, nə var sən ona çörək verirsən, baxırsan və yaxud da ki o qadın işləmirsə və yaxud da ki o kişiyə möhtacdırsa qurban və yaxud da ana, ata uşağa baxır və ya qurban roluna çevrilir. Düzdürmü? Uşaq məcburdur ata-ananı sevməyə ki, mənə baxır, onu dilində hər gün deməsə də şuuraltısını ötürür. Sənə baxıram, səni böyüdürəm, mən özümə etməmişəm, sənə edirəm. Qurban rolunda uşaq da ona aid olan bütün enerjiləri, hər şeyi ata-anaya yükləməklə məşğul olur. Düzdür? Qurbandır. Uşağı qurban günündə valideynin də valideyni qurban görür. Bu proqram zəncirvari həyatımız boyu gedir və gözə görsənmir ki, məsələn bizim alnımızda bir proqram kodları yazılmayıb da. Şuuraltıda, enerji səviyyəsindədir. Kodlar gizli şəkildə baş verir. Görsənilmədiyinə görə mesela hər hansı bir əşya deyil. Biz pulu niyə asanlıqla gəlib əşya alırıq? Çünki gözə görsənir, sübut etdim ki, mən bu telefona, bu qələmə, bu əşyaya, bu qədər paltara, bu qədər pul vermişəm. Düzdürmü? Sakitləşir insanın, daxili sakitləşir ki, hə, buna heç olmasa pul itməyibdir. Hani psixoterapiya pul verəndə insan düşünür ki, itib. O insan ilk seansdan artıq doğru və yanlış yolda olduğunu bilir, boş yerə gəlmədiyini, dəyişikliyi artıq profesionalın yanına gəlmisənsə, ilk seansdan görürsən. Sənin hər sözün, hər dəqiqən, orada keçən hər saniyənin effektini görürsən. Və bunu sən şuuraltın bilir. Bilməsə davam etməz. Bilməsə gəlməz. Bilməsə başqasına məsləhət, ən yaxınına məsləhət bilməz. Ona görə də əgər biri sənin istədiyin kimi deyilsə, məsələn kişi deyir qadınına ki, nə dəyişdi ki? Sən ona, o kişiyə sənin məsəl üçün
hər hansı bir xarakterin lazım idi, davranışın lazım idi. Onlar dəyişmədiyinə görə o düşünür ki, o dəyişməyibsə heç nə dəyişməyib. Amma qadın gəlir nəyi dəyişdirir? Ona aid olan problemləri dəyişmir. Sən axı onu kontrol etmək üçün və yaxud da nəyisə deyib etdiyini yeni bir iplər salsın da. Adətən bu cür olanda, məsələn, ailə terapiyaları, sadəcə ailə terapiyaları mən özümdən söz gedirsə götürürəm. Tək seanslar götürmürəm. Ailə terapiyasında artıq burada psixoloqa zakaz verilmir. Məsələn, mən yoldaşım istəyirəm bu cür davransın, bu cür, məsələn, qadın gəlir deyir ki, bu cür hərəkətləri olsun ki, mən onu sevim. Kişi də deyir ki, bu cür hərəkətləri olsun ki, məni qane etsin. Burada insan bir-bir nəzərində, bir-birini qurban kimi görəndə, bir-birinin üzərinə yük yükləməklə məşğul olanda ailə prosesini davam edə bilmir. Çünki ailədə qarşılıqlı olmalıdır. Yəni o uşaq tək qadının deyil və yaxud da ki, kişinin deyil. O uşaq ümumi qadının və kişinindir. Və bunun yükü hər ikisinə düşür. Birinə az, birinə çox, biri daha çox məşğul olur, digəri haqqını verə bilməyəndə. Kişi daha çox kənarda, çöldə olanda və uşaqla az maraqlananda, eyni atanın ona münasibəti kimi, daha çox narsistlər daha çox onlardan. Çünki daha çox özünü sübut etmək istəyir pulla, başqalarına üstün olmasından və məntiqli olan da, maddi olan şeyi sübut daxı başqasına. O maddi olmayan ki, o cücəyə dönür. Düzdür? O ondan asılıdır. Görmüsünüzmü? Özgüvənli kasıb bir insan. Əgər görmüsünüzsə, bəli, ən varlı insan odur. Özgüvəni varsa, cibində pulu olmadığı halda, pulun olub olmaması onu maraqlandırmırsa və pulsuz istədiyi yerə rahat şəkildə gedib gələ bilər. O insan milyoner insandır. Yox, pul asıllığı varsa, pulum cibimdə yoxdursa, yəni mən heç nə yaşaya bilmərəm, heç nə olmaz. Yox, sənin pulun enerji səviyyəsində, sənin milyonların ola bilər, əlində çox cüzi pul ola bilər. Çünki sənin pul enerji uğurluyurlar. Bilirmi? Bu detalları bilmədən biz varlanmaq istəyirik. Hamıdan üstün olmaq istəyirik, hamını əzmək istəyirik. Amma sənin enerji səviyyəsində, kasıbçılıq enerjində olanda, sənin nə qədər pulun olsa da, sən onu yığmaq istəyirsən, xərcləmək istəmirsən, tutmaq istəyirsən, gözlə görünən şeyləri almaq istəyirsən, 100 dənə ev almaq istəyirsən, amma birində yaşamırsan. Niyə yaşamırsan? Çünki sənin enerjini o evdə yaşamağa deyil, sən uğurluq enerjilərində onu əldə etmirsən. Kimisi aldadaraq, kimisi alaraq və onun olduğun evdə belə hüzur olmur. Səbəbi budur. Biz bu şey gözlə görünən mənə sübut deyirik. Yaşadığın bu aldıqlarında hüzur tapmadığına görə, doğru enerji də əldə etmədiyinə görə, yaşadığın, yəni milyoner olsan belə narahatsansa, demək sən doğru enerjini əldə etməmisən. Doğru enerji olanda sən o, yəni yetəri gəlir, bir evin bəs edir. Düzdürmü? Bir maşının bəs edir, bir iş yerin bəs edir, bir biznesin bəs edir. Gələn pulu nə edirsən, əlavə gələn? Kiməsə ehtiyacı olan insana sən onu paylayanda, verəndə rahat şəkildə hüzura gəlirsən, bildinmi? Doyumsuzluq, bizi tutub saxlamaq, heç nəyə pul xərcləmə, gözlə görmürəm. İnsanlar həyatını itirir. Terapiya olunmayan insan, dərindən bu həyatını dərindən qazanmayan və həyatını dəyişdirməyən insan, necə deyim, yəni itirir, çox şey itirir, həyatını itirir. Yəni çox şey dəyişə bilərik. Yəni biz məkan dəyişməklə şuuraltımız dəyişmir. Sən gedib Amerikada da yaşaya bilərsən. Nə bilim, dünyanın başında yaşaya bilərsən. Sən burada yaşadığın hansı, məsələn, sən gedib deyək ki, hər hansı bir ölkədə yaşayırsan. Bu ölkədə yaşayanda hansı enerjidə idinsə, o enerjini ora aparırsan. Əgər sən bunun üzərində işləməsən, işləyib əgər ora getmisənsə, əgər sən çıxmısansa, bu uğurluq enerji nəticəsində olmayıbsa, sən öz enerjində olmuşsansa, sən başqa mühitə keçməlisən. Məsələn, sənin burada işin, evin və yaxud da ki, həyat şəraitində üstün idisə, demək orada da qeyb üstünə düşür. Burada doğru enerjidə olmayıb, əlbəttə ki, orada da doğru enerjidə olmayacaq. Bunların hamısını biz dəyişmək istəyirik həyatımıza, yeni addım atmaq istəyirik. Yeni enerjide addım atanda həyatımıza yenilik gəlir. Yox qaçaraq, yox depressiyada gedərək heç bir yenilik gəlmir. Məkanın şuuraltıda heç bir fərqi yoxdur. O qədər mövzudan danışdım ki, gözümüzlə görünəcək hər şey, gözümüzlə görünəcək hər şey
nə deyim, heç nə deyim də, heç nədir. Əslində hər şey şuur altımızda baş verir. Hər şey şuur altıda həll olunursa, həll olunur. Yoxsa